Son günlerde Elşad Miri ile Vahabiler arasında dönen hadiseler hakkında ne düşünürsünüz? Vahabiler Elşad'ı Kur'an-ı Kerim'i okuyabilmemekle ve Ərəb dilini bilmemekle itham edirlər. Halbuki Elşad Miri dəfələrlə Ərəb dili üzrə oxuduğuna dair diplomlarını göstərib. Qardaşlar, bu məsələ haqqında deyə bilərik ki, Vahabilər sonuna qədər haqlıdırlar. Həqiqətən Elşad Miri nə Quran-ı Kerim oxuya bilir, nə də ki, ərəb dilini bilir. Hətta ərəb dilinin bəsit qaydalarından belə bixəbərdir. Buna rəğmən Quran-ı Kərimi təfsir etməyə çalışır. Baxın, 1400 ildən bəri bir nəfər, ağıl sahiblərindən bir nəfəri göstərə bilməzsiniz ki, ərəb dilini bilmədən Quran-ı Kərimi təfsir etməyə icazəli görsün. Yoxdur belə biri. Bütün firqələr, kimlər olursa olsun, hamısı tek bir rey halındadırlar. Hamısı ittifak halındadırlar ki, kim Kur'an-ı Kerim'i təfsir etmək istəyirsə, mütləq ərəb dilini bütün üslublarıyla, qaydalarıyla, qrammatikasıyla bilməlidir. Elşad Miri isə dediyim kimi bəsit qaydalardan belə bixəbərdir. Quran-ı Kərimin oxunması məsələsinə gəldikdə isə, bəli, Elşad Miri Quran-ı Kərimi heç bir şəkildə oxuya bilmir. Hətta Quran-ı Kərimi biraz belə olsun, doğru oxuyan biri anında anlayar ki, Elşad Mirinin ümumiyyətlə ağzına Quran-ı Kerim yatmır. O onu oxuya bilmir. Ona bu kimi sözlər deyildikdən sonra nə etdi? Verilişlərə çıxınca ərəbcə Quran-ı Kerim oxumağa çalışdı ki, mən ərəbcə oxuya bilirəm. Hətta özünü ispat etmək üçün. Amma nə oldu? Daha çox özünü biabır etdi. Çünki o oxuduqca bəlli olur ki, o Quran-ı Kerim oxuya bilmir. Ümumiyyətlə onları tələffüz edə bilmir. Bir insan Quran-ı Kerimi oxuya bilmirsə, ərəb dilini oxuya bilmirsə, ərəb dilinin qaydalarından bixəbərdirsə, bu insan necə Quran-ı Kerimi təfsir edə bilər? Demək ki, bu insanın etdiyi şey təfsir deyil. Ondan bundan almaq öz adına onu ortaya sürməkdir. Amma burada bir məsələ var. Əgər Vahabilər Elşad Mirini Quran-ı Kerimi oxuya bilməməklə itham edirlərsə, məncə dönüb bir qamətə də baxmalıdırlar. Çünki qamətin elə videoları və elə səs yazıları var ki, Quran-ı Kerim oxuyanda şəxsən o şəkildə o namaz qılsa, onun namazı keçərli deyildir. Yəni, bu məsələni müzakirəyə yatırırlarsa Vahabilər, qamətin məsələsində müzakirəyə yatırmalıdırlar. Bilmirəm, orada xəbərsiz bunu edib, bilmədən edib, həyəcanlanıb edib, əgər həqiqətdə də elə oxuyursa, demək ki, qamətin də bu kimi problemi var. Ərəb dili məsələsinə gəldikdə isə Elşad Miri nə qədər diplom göstərirsə göstərsin, fərq etməz. Bu insan ərəb dilini bilmir. Bu insan ərəb dilini bilmir. Mən də sizə bir çox diplom göstərirəm. Amma o sahənin, o işin əhli deyiləmsə bu diplomlar bir şey ifadə etməz. İnşallah Elşad Mirinin Quran-ı Kərimdə etdiyi təhriflərlə bağlı daha fərqli videolarımız, ərəb dilinin qrammatikaları ilə bağlı etdiyi xətaları və digər şeyləri qısa-qısa sizinlə paylaşacağıq. Elhamdülillahi Rabbil aləmin.